Mən bir dənizdə, bir tərəfində övladım, bir tərəfində anam varsa, mən birinci anamı xilas edəcəm. İndi Ömrü Sultanı 777 saytlara, səhifələrə pul verərək gündəmdə qalmaq üçün özünün ölüm xəbərini yaydırıb. Работай, не открывай! Ты раб! Раб русский! В Узбекистане у тебя не нашел ничего! Non, je dis pas bonjour. Assalamu alaikum. Non, on est en France ici. Ah ouais? Salam alaikum. Vas-y, regarde. Là, si tu me réponds assalamu alaikum, il y a 4000 euros, je te donne, voilà. Aferin sana sürüngen. Senin ismin ne? Mustafa. Hayır, senin ismin ne? Köpek. Hayır, senin... Şimdi ayağımı öpebilirsin. Ucundan alıp. Çıkar. Salam dostlar, xoş gördük. Videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Əziz iş adamları, sexiniz və yaxud zavodunuz üçün istənilən aparatı, dəzgahı Çindən ucuz qiymətə tapıb sizin üçün gətirə bilərik. Sadəcə aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Ёбывайся нахуй! Ты куда приехал? Ты дома где находишься? Ты приехал сюда работать! Ты приехал сюда работать! Работай, не открывай! Ты раб! Раб русский! В Узбекистане у тебя не нашел ничего! Сюда приехал! Я неправильно тебе сказал? Videoda gördüyünüz kimi faşist Rus Özbəyin üstünə xod gedir, onu alçatmağa çalışır. Təkcə Özbək yox, Azərbaycanlı, Qazaq, Qırğız, Tacik, Gürcü və digərlərinə də qarşı belə rəftar edirlər. Söhbət çoxluq təşkil edən faşist Ruslardan gedir. Yəni bütün Ruslardan söhbət getmir. Faşist Ruslar həmişə onlardan olmayan, hətta Rusiya vətəndaşı olan Tatarları, Çeçenləri, Ləzgiləri və digərlərini də özlərindən aşağı görürlər. Və Rusiya dilə ruskih deyib anqırırlar, bir qram mədəniyyəti olmayan alkaş donuz yığını. रात भर मैं नशे में रहता हूँ मेरा ऑर्डर रिपीट कर करके पिलाता जाना नींद भर भर के Amma indi başları yaman zibildədir. Çünki dövlət başçıları kalan Hind miqrantı ölkəyə buraxıb, hələ toy bundan sonra başlayır. Hələ bu hindlilər sadəcə az gəliblər, özü təzə gəliblər. Bir neçə ilə bu hindlilər Veliki Rusiyanı, Veliki tualet eləyəndən sonra bu faşist Ruslar vaxtı ilə özlərindən aşağı gördükləri, Çorna dedikləri Qafqazlıların, Orta Asiyalıların dalını öpəcəklər. Yenə də qeyd edirəm, söhbət bütün Ruslardan getmir. Söhbət Rusiyada, Rusiya dilə ruskih deyib anqıran faşist, alkaş domuzlardan gedir. Hey. Və sonda qeyd edeyim ki, bir neçə ilə görəcəksiniz ki, Rusiyada yarı Hindi, yarı Rus uşaqların da sayı artıb. Merhaba canım. Gel bakayım şöyle aşağı bir. Geldim. Otur şimdi önüme. Al, Aferin. oturdum. Hayır iyice otur. Aferin. Ağlatırım. Havla bakayım bir. Hav. Aferin Hav. sana sürüngen. Hav. Senin ismin ne? Mustafa. Hayır, senin ismin ne? Köpek. Hayır, senin ismin ne? Ben sana... Kurt. Hayır, ben sana ne ismi koydum? Ne bileyim ben. Hayır, ben sana daha ne ismi söyledim? Fifi. Hah, aferin sana Fifi. Şimdi ayağımı öpebilirsin. Ucundan alıp. Çıkar. Tamam yeter. Evet. Yeter. Aferin. Bu format Azərbaycanda da var idi YouTube'da. Sonra nəsə yığışdı ortadan. Yaxşı ki də yığışdı. Amma bir şey deyim ki, bu videoda əksi olsaydı, yəni kişi qadını hürdürsəydi, ayağını öpdürsəydi, indi Türkiyədə nə qədər zatı qırığı var idisə, tumanlarını başlarına çəkərdilər. Təbii ki, bu videodakı da kişi deyil, kişi belə şey eləmir. Kişi namusu, qeyrəti olan qadının heç qarşısında hürməz, ayağını öpməz. O ki, qaldı fahişənin. Heç qadın da belə şey eləməz. Bu insana yaraşan bir şey deyil. Bu şeyləri ancaq şəxsiyyətsizlər eləyə bilərlər və eləyirlər də. Dumanlar başında duman görüldü Xəzər dənizi tək eşqimlə coşdum Xülyanlar içində san TikTok başdan ayağa zibil deyil dostlar. Bunu həmişə mən qeyd edirəm. TikTok əla platformadır. TikToka girənlər zaydısa, o platformanın zay olduğu anlamına gəlmir. Amma təəssüf ki, bizim ölkəmizdə nə qədər poxpüsür var, hamısı orada toplanıb.
Amma bu xanım kimi səviyyəli canlı açanlar və onu izləyən səviyyəli insanlar da var. Bu o deməkdir ki, harısı 1300 nəfər izləyirdi. Az da olsa indi 300 də qənimətdir. Bu o deməkdir ki, ümidimiz hələ ölməyib. Əslində dövlət özü düşməlidir bu işin üstündə və yalnız normal və yaxşı kontent eləyənlərin canlı açmasına icazə verilməlidir. Senzura mütləqdir. Senzura olmasa insanları başlı başına bıraxanda belə şeylər çıxır ortalığa. Əxlaqsızlar, səviyyəsizlər. Assalamu alaikum. Non, je te dis pas bonjour. Assalamu alaikum. Non, on est en France ici. Ah ouais? Salam alaikum. Vas-y, regarde. Là, si tu me réponds assalamu alaikum, il y a 4000 euros, je te donne, voilà. Non, y a pas de salam. C'était pas cher d'être en France. De quoi? Y a pas de salam. Assalamu alaikum. Dis-moi juste assalamu alaikum. Non. Mais pourquoi, wesh? Dis-moi assalamu alaikum, wesh. Non, j'en veux pas. Dis-moi assalamu alaikum. Non, mais vraiment. Bu fransız gəncə bir müsəlman pul uzadıb salam deməsi müqabilində pulu ona verəcəyini vəd eləyir. Fransız gənc isə onu geri çevirir, etiraz eləyir. Bəziləri bu fransız oğlanı tənqid eləyirlər. Tərifləyən çox azdır. Mən də bir müsəlman olaraq tərif eləyəcəm. Niyə? Çünki adam qürurunu, əqidəsini dollara, evroya satmadı. Halbuki bir salam deyə bilərdi. Bu ilə dinin dəyişəsi deyil ki, hər halda. Bir salam deyə bilərdi. İndi 3000, 4000 evronu alıb qoya bilərdi cibinə. Amma onun üçün əsas olan vicdandır, milli kimlikdir, əqidədən dönməməkdir. Sizi inandırıram ki, bu fransızı söyüb batıran dırnaq arası bəzi müsəlmanların 90%-nə 1000 evro uzat, de ki, bir dənə kret çək, pul sənin olsun, nə kret çəkmək ki? Hətta ayda 500 evro ver, dinlərini dəyişərlər. Mən şəxsən təqdir elədim bu gənci, çünki əqidəsini pula satmayan hər kəs dəyərlidir. Hətta düşmənin olsun, amma əqidəli olsun. Pul müqabilində din dəyişən, əqidə dəyişən adamdan şərəfsizi yoxdur. Bir şey də qeyd edeyim ki, uşaqlarınıza birinci növbədə vicdanı, sonra dini öyrədin. Bizdə əksinədir. Bəziləri namazı, Quranı öyrədirlər, öyrətmirlər, əzbərlətdirirlər. Amma vicdan öyrətmirlər, yalan danışmamağı öyrətmirlər. Ona görə də ölkədə özünü dindar sayan, saysız fırıldaq, onun bunun haqqına girən vicdansız adamlar var. İlk növbədə vicdan və yalan danışmamağı öyrətmək lazımdır. Sonra keçin dini öyrədin, namazı öyrədin. Onu da doğru öyrədin, əzbərlətməyin. Doğru öyrədin. Onda görəcəksiniz ki, sizin övladınız necə həqiqi mömin olacaq, vicdanlı vətəndaş olacaq. Qınayın qınasın məni. Mən bir dənizdə, bir tərəfində övladım, bir tərəfində anam batsa, mən birinci anamı xilas edəcəm. İndi şirin. Publikaya işləmək belə olur. Amma publika artıq belə şeyləri yemir. Yeyənlər də getsin, özünü psixoloqa göstərsin. Zaur göy öz aləmində anaya məhəbbəti təbliğ eləyir, tərənnüm eləyir. Amma bir şey anlamır ki, onun anası da yəni bunun yerində olsaydı, Zaurla birlikdə nənəsi dənizdə batarkən görsəydi, nənəsini yox, yəni öz anasını yox, övladını, Zauru xilas eləyərdi. Valideyn instinkti deyilən bir şey var. Öncə övlad, sonra başqaları. Əlbəttə analara dəyər verilməlidir. Sadəcə bunun müqayisəsi doğru deyil. Yəni Zaur bəy, Zaur müəllim, cənab Zaur, bu söhbətimin heç yeri yox idi. Başqa bir misal gətirə bilərdin, başqa cür müqayisə eləyə bilərdin. Amma bir şey də deyim ki, sən heç səmimi deyilsən. İlk növbədə övladını xilas eləyərdin. Publikaya işləməyə gərək yoxdur. Ömrü Sultanı 777 saytlara, səhifələrə pul verərək gündəmdə qalmaq üçün özünün ölüm xəbərini yaydırıb. Keçək olardı. Deməli, bu bloger uzun xəbər yazıblar. Azərbaycan reallığı səhifəsi də paylaşıb. Bu ümumiyyətlə nədir bu? Ömrü Sultanı, kimdir bu? Kimindir bu? Görən deyir. Neysə. Lağ obyektinə çeviriblər bunu. Uzun uzadı oxumaq istəmirəm dostlar. Yəni buna ümumiyyətlə xəbər həsr eləyiblər. Mən yenə deyirəm, bundan bəhs eləmirəm. Buna xəbər həsr eləyənləri qınamaq istəyirəm ki, bu kimdir? Ümumiyyətlə kim nə işlə məşğul olur bu? Niyə gündəmə gəlmək istəyir? Müğənnidir, blogerdir, kimdir ümumiyyətlə? Tək bu deyil. Bu sadəcə ifşa olunub. Azərbaycan şou biznesində öz ölüm xəbərini yayan müğənnilər var. Fakt var. Yəni qıcılıq, səviyyəsizlik, bunun başqa adı yoxdur.
Nəysə dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.